İlk öncə qeyd edeyim ki, yüksəliş müsabiqəsində siz qeydiyyatdan keçəcəksiniz. Qeydiyyat açılacaq mart ayında. Təxmini olaraq mart ayında açılacaq və aprel ayında birinci mərhələ olacaq. Birinci mərhələ ümumi bilik mərhələsidir. Ümumi bilik imtahanında siz 100 sual işləyəcəksiniz. Onlayn şəkildə olacaq. İndi burada təbii ki, əvvəlki illərdə iştirak edənlər var. Onlar bilirlər, bilməyənlər üçün deyirəm. Bu 100 sualın siz 60%-ni, yəni 60 balı keçdiyiniz zaman növbəti mərhələyə keçmiş sayılacaqsınız. Bu mərhələdə sizə nələr təqdim olunacaq? Dünyadan və Azərbaycandan tarix, coğrafiya, iqtisadiyyat, ədəbiyyat və müasir trendlərlə bağlı suallar təqdim olunacaq. Bu suallarda dediyimiz kimi 60 balı keçsəz uğurlu sayılacaq və onlayn şəkildə kompüterlə imtahan vermiş olacaqsınız. Bu birinci mərhələmiz. İkinci mərhələ analitik təhlil mərhələsidir. Hər il imtahan sistemini bir balaca dəyişirdilər və son ildə artıq tam sistemləşmiş formaya saldılar. Suallar abstrakt, verbal və rəqəmsal olmaqla 3 hissəyə bölündü. Yəni əvvəl də elə idi. Sual sayları fərqli idi. Hər bir hər bir blok üzrə 25 sual təqdim olundu. Verballar üzrə 25 sual təqdim olunur sizə. 5 mətn, hərəsində 5 sual olmaq şərti ilə. Və biz tədris prosesimizdə də əvvəlki illərdə olan suallar ki var, mətnlər, hansı mətnlər düşüb bu 5 il müddətində, onların hər birini tək-tək işləmiş olacaqsınız. Özümüzün hazırladığımız bir kitabımız olacaq ki, orada həmin mətnləri də görəcəksiniz ki, siz əlavə mətnlər də işləyəcəksiniz, yəni möhkəmləndirmə mətnləri. Bu artıq mətn hissəsinin öhdəsindən gələcək. Abstrakt isə kifayət qədər abstrakta aid suallar var. Abstrakt deyəndə nə nəzərdə tutulur? Burada ola bilər fiqurlarla bağlı olan suallar, fiqur ardıcıllığı, fiqurların cədvələ salınması, sonra fiqurlar arasında münasibətlər, daha sonra qeyd edeyim ki, məsələn, kürəciklərin özü də bir fiqurlara aiddir. Daha sonra orada var kublar, orada var, məsələn, bu tipli suallar daxil olur abstrakt testlərə. Abstrakt da bildiyimiz kimi 25 sual olacaq. Bir də var hər birimizin demək olar ki, yaralı yerimiz olan rəqəmsal testlər. Rəqəmsal testlərdə bizə ədədlərlə bağlı olan suallar, daha sonra faiz məsələləri, keçən ildə və həm sınaqda, həm imtahanda hər ildə kifayət qədər düşən ümumi daxili məhsulla bağlı olan kifayət qədər çətin suallar ki var. Çətin deməyək, vaxt aparan deyək, yəni. Bu suallarla bağlı sizə cəmi 7-8, bəzən olur ki, 9 sual düşür. Və bu sualların işləməyiniz üçün yeri gəlmişkən deyim, bizim yaxın zamanda müəllim yoldaşlarımızdan birinlə ikimizin birlikdə hazırladığımız 500 sualdan ibarət olan rəqəmsal məlumatların təhlili adı altında bu gün də sizlə bölüşmüşdüm. Kitabımız çıxacaq. Həmin kitabı işləyəndən sonra artıq siz rəqəmsal bölmədən çətinliyiniz qalmayacaq. Plus, siz əvvəlki illərdə müsabiqədə istifadə olunan sualların qəbul suallarının hər birini tək-tək işləyəcəksiniz. Sualın tipi dəyişə bilər, amma faiz məsələsi hər yerdə faiz məsələsidir. Ədədi ortanın tapılması hər yerdə ədədi ortanın tapılmasıdır. Yəni fərqi yoxdur. Sən gedişatı öyrənməlisən, əsas məsələ. Qeyd edeyim ki, bundan sonra məsələn orada ola bilər sizdə cədvəl içərisində ədədlər verilə bilər və fərqli formatlar var. Fərqli format bir neçəsinə indi baxmış olacağıq. Bunların hər birinin öhdəsindən inşallah gələcək. Bundan keçəndən sonra burada da ballar 300 ballıq sistemdən qiymətləndirilir və test şkalasına əsasən yuxarıdan aşağı ən çox bal yığanlar növbəti mərhələyə keçir. Bu da 300 baldan indi ilinə görə dəyişir, yaxşı yığanların nəticəsinə görə təxmini 200, 205, 208 indi statistikanı təxmin elə çıxarmış. 208-210 bal. Bax belə deyək ki, yığanlar və ondan daha yüksək yığanlar növbəti mərhələyə keçiblər keçən il və ondan əvvəlki illərdə də biraz fərqlənib. Bu il indi necə olacaq onu hələ ki imtahandan sonra biləcəyik. Qaldı ki, keçirik növbəti idarəetmə mərhələsinə. İdarəetmə mərhələsində bizə 2 blok üzrə 60 və 62 olmaqla 122 sual təqdim olunur. Bu 122 sualdan
biz nələr görürük? İdarəetmə bacarıqlarınızın nə qədər olması, hansı dərəcədə olmasını yoxlayan suallar. İdarəetmə mərhələsində iştirak edənlər bilir ki, şəkillər verir, şəkillərin altında bunun görünüş baxımından hansı situasiyada, hansı vəziyyətdə olmasını göstərir. Məsələn, kədərlidir, qəmlidir və yaxud nədir, sevinclidir, xoşbəxtdir və yaxud bir layihə verir. Bu layihədə deyir, filan bir şəxs hansı cürə addım atmalıdır. Yəni, çox dərinliyə getmirəm. İndi bunların hamısını inşallah tədris prosesində tam öyrənmiş olacaqsınız. Və sizə naushniklər verilir. Naushniklər vasitəsilə səsli suallar olur. Bunlar da cavablandırılır. Dediyim odur ki, 122 sual təqdim olunur sizə. Buradan da yarım finala keçid olur. Yarım finala keçəndən sonra yarım final çoxunuz bilirsiniz, xəmsə tipli olur. İştirak edənlər də birazdan inşallah səsi açıb öz fikirlərini söyləyərlər. Xəmsə tipli necə deyək? 6 nəfərlik, 8 nəfərlik komandalar şəklində. Hər dəfə bir komandada olmaqla sizə layihələr təqdim olunur və bu layihələri cavablandırırsınız. Bununla sizin komanda ilə işləmə bacarığınızın hansı səviyyədə olması yoxlanılır. Qeyd eləyək ki, buradan keçəndən sonra gəlir final mərhələsi. Final mərhələsində siz deməli baxırsınız nəyə? Müsahibə mərhələsidir. Müsahibə mərhələsində qiymətləndirilir. Hər biri mentorlar nazirlərdən təşkil olunur. Nazirlərin hər biri müsahibə mərhələsində nə edir? İştirakçıları qiymətləndirilir. Və finaldan keçəndən sonra qaliblər seçilir. Qaliblər də 20-30 arasında. İndi bu 22 də ola bilər, 25 də ola bilər, 27 də ola bilər. Bax bu adı nədir? Qaliblər seçiləndən sonra hər birinə 20 min manat məbləğində mükafat verilir. Bu müsabiqə tərəfdəndir. Yəni bizim heç bir yaxından uzaqdan əlaqəmiz yoxdur müsabiqə ilə. Bunu belə hər yerdəcə paylaşır. Və bu müsabiqə tərəfdəndir. Müsabiqənin rəsmi şəkildə etdiyi prosesdir. Və adların hər biri ehtiyat kadra daxil edilir. Qaliblərin hər birini, yəni müəyyən bir yerə rəhbər olaraq təyin edirlər. Bununla yanaşı finala gələn namizədləri də işlərlə təmin edirlər. Bu müsabiqə tərəf, bu rəsmi tərəf. Qardaş, bizim rəsmi tərəflə heç bir əlaqəmiz yox, işimiz də yox, necə deyərlər. Bizim özümüz tərəfdən biz müsabiqənin 1, 2, 3. Birinci mərhələ ümumi bilik imtahanıdır. Ümumi bilik imtahanı onlayn şəkildə kompüterlə verilir. Və indi burada kimlərsə ki var, özləri keçmək istəyirlər. Kimlərsə ki var, deyir mən özümü niyə riskə atıram ki, hazırlıq prosesinə qoşulum, bu ildə bir dəfə olan bir şeydir və nə vaxt dayanacaq o da bəlli deyil. Ona görə hazırlıqlara qoşulun. Qardaş, məsləhət sizindir, dediyim kimi. Birinci mərhələ ümumi bilik imtahanıdır. Bunun hazırlıqları da inşallah növbəti həftənin 3-cü gündən etibarən başlayacaq. 3-6-21:00 bu bizim ilk qrupumuzdur. Növbəti qruplarda paralel olaraq açıla-açıla gedəcək öz yerində. İkinci mərhələ analitik təhlil mərhələsidir. Bu mərhələyə məntiq mərhələsinin hazırlığını mən tədris edəcəm. Bildiyimiz kimi, daha dedikdə, abstrakt verbal rəqəmsal. Birinci təşkil olunacaq baza dərsləri. Baza dərsləri nədir? Bir adam orada olan çətin diaqramları görməyibsə, ümumiyyətlə test işləməyibsə, yəni o prosesdə məlumatı yoxdursa, birinci mərhələni bitirəndən sonra analitik təhlil mərhələsinə qədər qısa bir müddət qalır. Bu qısa müddət ərzində nə qədər qəbul testi işləyirsənsə işlə, həmin mərhələdən keçməyin çox çətin olur. Ona görə birinci baza dərslərinin olmasını düşünürük ki, tam olaraq proqrama hakim olasan və birinci mərhələdən sən əminsən ki, keçəcəksən yəni. Əminsənsə keçəcəksən və birinci mərhələ bitən kimi artıq baza ilə birlikdə qəbul suallarına başlamış olacaq. Qəbul suallarında tam birinci ildən və son 5 ildə olan bütün qəbul suallarını işləyəndən sonra necə deyirlər, olacaqsınız bir əjdaha. Və gedib müsabiqədə istənilən bir sualı inşallah cavablamış olacaqsınız. Allahın izni inayət elə. Üçüncü mərhələ idarəetmədir. İdarəetmə mərhələsi üzrə də hazırlıqlarımız təşkil olunacaq. Və düzdür, planımızı əvvəlcədən demək biraz qəribə ola bilər. Həm ikinci mərhələ, həm də üçüncü mərhələ. Analitik və idarəetmədən hər ikisi üzrə vəsaitlərimiz hazırlanır. Yəni vəsaiti konkret imtahan proqramına uyğun olan vəsaitlərimiz hazırlanır. Məntiq mən özüm tədris edəcəm, idarəetməni də deyəcəm gələcəkdə inşallah.
Dördüncü mərhələ yarımfinal, beşinci mərhələ final. Bayaq yazmışdıq ki, finala hazırlıq varmı? Burada yarımfinalda indi bacardığımız qədər istiqamət göstərməyə çalışacağıq, amma belə deyim sizə, yarımfinal, final elə bir mərhələdir ki, o mərhələdə özünüz keçməlisiniz. Biz sizə orada heç bir dəstək göstərə bilmirik. Sən özünü necə aparasan ki, mentor səni seçsin? Bu belə bir şey yoxdur, yəni. Hər bir şəxsə bir başqa cür yanaşılır. Yəni bir başqa cür deyəndə, məsələn, hər bir şəxsin psixologiyası yoxlanılır, idarə etmə qabiliyyəti yoxlanır. Bir insanın bir dəfə gözəl insanlardan birinin qrupda müzakirəmiz getmişdi. Bir insanın canında əgər o idarə etməni təməli yoxdursa, sən onu yerləşdirə bilmərsən axı insanın zehninə. Fikrimi izah edə bilirəmmi? Ona görə 4-5 mərhələlərinin hazırlığı təşkil olunur. 1, 2, 3-cü mərhələlər üzrə təşkil olunur. Və dərslərimiz də ki 19:30 və 21:00-da başlayır. Hər hansısa bir sualınız varsa buyurun. Bizim müsabiqədə bizlə birlikdə həm 1, həm 2, həm də 3 mərhələyə hazırlaşıb finala gələn hər bir namizədə müsabiqənin heç bir aidiyyatı yoxdur. Onlar özləri öz işlərini görürlər. Biz tərəfdən finala gələn hər bir namizədə 1000 manat məbləğində mükafat təqdim olunacaq. Qalib olan hər bir namizədə biz tərəfdən 10.000 manat məbləğində mükafat təqdim olunacaq. Qeyd edirəm, 1, 2, 3 hər 3 mərhələyə qoşularaq müsabiqənin qalibi olan, bizlə hazırlaşıb qalib olan hər bir namizədə 10.000 manat məbləğində mükafat təqdim olunacaq. Mərhələlər arasında interval. Ümumi bilikdən analitik təhlillər 1 ay müddətində təxmini olaraq, bir aydan az da ola bilər, 20-25 gün də ola bilər və analitik təhlildən idarə etməyə. Düzdür, bu dəyişə bilər təxmini. 20-25 gün, 1 ay. Adətən belə olur. Müəllim, axşamınız xeyir. Canlı qoşulmaqla onlayn əldə etməyin nəsə fərqi varmı? Fərqi budur. Dərs gedişatımızı əvvəldən sona hamısını rekord eləyirik. Rekordlar, tədris materialları, bunların hər biri sizə göndərilir. Normal qruplara da göndərilir, bura da göndərilir. Məsələn, Gülşən Fətəliyeva görürəm burada. Gülşən xanımın hər hansısa bir sualı varsa, indi səs açıb mənə deyə bilər. Amma o materiallar qrupu ki açmışıq, materiallar qrupunda olan yoldaşlar o suallarını canlı şəkildə bizə ünvanlaya bilmirlər. Düzdür, sualları olduqca qruplarımıza göndərə bilərlər. Problem yoxdur. Mən özüm cavablandıraram. Elə bizlə birlikdə əməkdaşlıq edən müəllimlər də. Canla başla, heç bir problem yoxdur. Amma belə canlı şəkildə suallarını verə bilmirlər. Başqa heç bir fərqi yoxdur. Əvvəldən sona tədris prosesinin hər biri rekord olunur yəni və sizlə bölüşülür. Müəllim, Birinci mərhələ onlayn olur. Digərləri ikinci və üçüncü mərhələ kompüterlə onlar dediyi yerdə imtahan verirsiniz. İkinci mərhələni hansısa məktəbdə, üçüncü mərhələ dimin binasında, 4 və 5 isə əyani olur, konkret əyani bir yerdə. Hansı gün qoşula bilmədinizsə, həmin dərslərin rekordları, video yazıları, materialları hər dərs olmalı qruplara göndəriləcək. Yoldaşlar, yəni qoşula bilmədinizsə problem deyil. Çox adam burada işləyir. Ona görə axşam 19:30 və 21:00 qrupları təşkil edirik və bu qruplarımızda bütün tədris materialları, rekordları, videoları hər biri rekord olunur, sizə göndərilir. 6-cı bazar günləri həftə sonu nə vaxt istəsəz, adı nədir? Baxa bilərsiniz.